Salam əziz şagirdlər. Bugün sizə reaksiyanın deməli kimyəvi reaksiyaların təsnifatı və istilik effekti mövzusundakı test nümunələrinin izahını verəcəm. Odur ki, başlayaq. Deməli uşaqlar, birinci sualımızda bizdən 2 dənə mürəkkəb maddədən bir dənə deməli mürəkkəb maddənin alınması reaksiyasıdır. Bu reaksiyanın tipini müəyyən etməyimizi istəyir. Bilməliyik ki, uşaqlar, bu reaksiya əgər deməli, 2 dənə mürəkkəb maddədən və yaxud da bəsit maddədən bir mürəkkəb maddə əmələ gəlirsə, bu reaksiyanın tipi birləşmə reaksiyasıdır. İkincidə isə onun əksinədir uşaqlar. Deməli, bir dənə bütöv mürəkkəb maddədən 2 dənə ayrı-ayrı maddələr əmələ gəlib. Bunlar da parçalanma reaksiyalarıdır. Deməli, 2-də də doğru cavab C variantı. 3-də uşaqlar deyir, parçalanma reaksiyasını göstərin. Parçalanma reaksiyası nə idi? Bir mürəkkəb maddədən 2 və ya daha çox deməli, bəsit və ya mürəkkəb maddənin alınmasıdır. Gəlin baxaq, A variantında birləşmə reaksiyasıdır. B variantı da birləşmədir. C doğru cavabımızdır. D variantında əvəz etmədir. Çünki alüminium burada dəmiri əvəz edərək, yəni onu o oksiddən sıxışdırıb çıxardaraq özü onun deməli yerinə keçir. Yəni bir dənə bəsit, bir dənə mürəkkəb maddə var. Deməli, Y variantında da həmçinin hidrogenlə sink oksidin reaksiyası əvəz etmə reaksiyasıdır. Burada doğru cavab olur C variantı. Bir dənə mürəkkəb maddədən 2 dənə ayrı-ayrı fərqli maddələr əmələ gəlib. Deməli, 4-də birləşmə reaksiyasını göstərməyimizi istəyir uşaqlar. Burada doğru cavab A variantıdır. Çünki 2 dənə bəsit maddədən bir dənə mürəkkəb maddə əmələ gəlib. B variantı parçalanma reaksiyasıdır. C-də parçalanmadır. D əvəz etmədir. Y-də parçalanmadır. 5-ci sualda dəmirlə mis sulfatı reaksiyasından deməli, reaksiyanın tipini göstərməmizi istəyir. Deyirik ki, uşaqlar, deməli, bir dənə bəsit, bir dənə mürəkkəb maddənin reaksiyasının tipi olur əvəz etmə. Çünki burada dəmir, yəni tək bəsit maddəmiz mürəkkəb maddədəki deməli misi oradan sıxışdırıb çıxardır. Bu əsasən metalların aktivliyi sırasına görə bu sıxışdırıb çıxartma həyata keçir. Çünki uşaqlar dəmir misə nəzərən daha aktivdir. Ona görə də asanlıqla onu sulfatından sıxışdırıb çıxarda bilir. Yəni bu reaksiyalar əvəz etmə reaksiyalardır. 6-cıda əvəz etmə reaksiyasını göstərməyimizi istəyir. Yenə eyni qayda ilə bir bəsit, bir mürəkkəb axtarmalıyıq. A variantında ikisi də bəsitdir, C-də də, B-də də, D variantında da yenə parçalanma reaksiyasıdır. Y variantında isə biri bəsitdir, biri mürəkkəbdir. Hidrogen buradan misi sıxışdırıb çıxardır. Bu reaksiyada deməli hidrogen misi əvəz edir. 7-də reaksiyanın tipini göstərməyimizi istəyir. Deməli, uşaqlar eyni qayda ilə baxırıq. Deməli, kalsium oksidinin üzərinə karbon qazı gəlib, alınıb kalsium karbonat. Bu reaksiyadan 2 dənə mürəkkəb maddədən bir bütöv mürəkkəb maddə əmələ gəlib. Deməli, bu reaksiyanın tipi birləşmə reaksiyasıdır. 8-ci testdə deyir ki, neytrallaşma reaksiyasının tənliyini göstərir. Neytrallaşma reaksiyasında nəticə etibarilə, yəni reaksiya məhsullarından biri su olmalıdır. Yəni əsasla turşu arasında və yaxud da duzların arasında gedən reaksiyadan nəticədə su alınmalıdır. Bu reaksiyaya biz baxmalıyıq və reaksiyaya girən maddələrimiz də mürəkkəb maddələr olmalıdır. Məsələn, A variantında biri bəsit bir mürəkkəbdir. Məsəl üçün C variantında oksidlə turşunun reaksiyasıdır. Biz dedik ki, əsaslarla turşular olmalıdır əsasən. Burada əsasla duzun arasında gedən reaksiyada amma nəticədə su alınmır. D variantında da həmçinin su alınmır, amma B variantında isə əsasla turşunun reaksiyasından buradan alınan natrium klorid və su. 9-da uşaqlar homogen reaksiyanı göstərməyimizi istəyir. Biz demişdik ki, homogen reaksiyalar, deməli, əgər reaksiyaya girən maddələr eyni fazada, yəni eyni aqreqat hallarında olarsa, bu reaksiyalar homogen reaksiyalardır. Baxın, burada B və Q verilənlər, yəni bərk və qaz olduqlarını göstərir bu maddələrin. Odur ki, gəlin baxaq. A variantı deyil, çünki biri bərkdir, biri qazdır. Bizdən homogen olmağını istəyir başlanğıc maddələrin. Həmçinin də reaksiya məhsullarının. Deməli, B-də də biri bərkdir, biri qazdır. C-də də biri qazdır, biri bərkdir. Deməli, D variantında da biri bərkdir, biri qazdır. Amma Y variantında isə hər ikisi qazdır və nəticədə də qaz halında bir maddə alınır. Deməli, bu reaksiya homogendir. Onda mübadilə reaksiyasının tənliyini istəyir. Deməli, uşaqlar, baxın, A variantı əvəz etmə reaksiyasıdır. C variantı əvəz etmə reaksiyasıdır. Həmçinin D variantında da biri bəsit, biri mürəkkəbdir, əvəz etmə reaksiyasıdır. Y variantında birləşmədir. Ancaq, deməli, dediyimiz kimi B variantında isə nəticə etibarilə su alınıb. Mübadilə bir növ neytrallaşma reaksiyasıdır və nəticə etibarilə də su alınıb. Yəni, 2 mürəkkəb maddədən su alınır. Bu reaksiya mübadilə reaksiyasıdır. Deməli, 11-də homogen reaksiyanı göstərməmizi istəyir. Eyni qayda ilə uşaqlar. A variantı burada doğru variantdır. Gəl digər variantlara baxaq. Deməli, burada B variantında bir dənə bərk maddədən bir bərk bir qaz alınıb. Bu deyil.
2 dənə deməli biri qaz, biri bərk maddədən qaz maddə alınıb. Bu da deyil. Homogen olması üçün hər ikisi və yaxud da reaksiya məhsulları və başlanğıc maddələr eyni aqreqat hallarında olmalıdır. B variantı da səhvdir. Biri bərkdir, biri qazdır. Yəni D variantı. Y variantında isə yenə eyni qaydada biri bərkdir, biri qazdır. Burada A variantında hər ikisi də qazdır və nəticədə alınan reaksiya məhsulumuz da qaz halındadır. Yəni bu reaksiya homogendir. 12-də uşaqlar deyir ki, hansı reaksiya birləşmə reaksiyası deyil. Burada artıq biz özümüz reaksiya məhsullarımızı tapmalıyıq və buna əsasən də təyin eləməliyik. Deməli, uşaqlar A variantında amoniak alınır, NH3. Daha sonra deməli B variantında ortofosfat turşusu alınır, H3PO4. Daha sonra uşaqlar C variantında alınır natrium hidrokarbonat. Daha sonra burada D variantına alınır natrium hidroksit, üzerine gelinsin hidrogen. Y variantında isə alınır kalsiyum karbonat. Deməli, uşaqlar, birləşmə reaksiyası deyil deyirsə, baxın. A variantımızda nə alındı? Bir dənə mürəkkəb maddə. Deməli, A variantı doğrudur. B variantında da mürəkkəb maddə alınır. C-də də mürəkkəb maddə alınır. Y-də də cəmi bircə dənə mürəkkəb maddəmiz alınır. Yəni birləşir bu maddələr. Ancaq D variantına baxsaq, bir dənə mürəkkəb, bir dənə bəsit maddə alınır. Bu birləşmə reaksiyası deyil. Deməli, 12-də doğru cavab D variantı. 13-də də həmçinin yenə tapmağımızı istəyir hansı birləşmə reaksiyasıdır. Deməli, uşaqlar, baxın, biri bəsit, biri mürəkkəbdirsə, əgər başlanğıc maddələrimiz, bunlarda əvəz etmə reaksiyaları gedir. Dəmir burada gümüş əvəz eləyəcək, burada dəmir misi əvəz eləyəcək. Bunlar əvəz etmə reaksiyalarıdır. Həmçinin iki dənə duz arasında gedən reaksiyada birləşmə reaksiyası ola bilməz. Həmçinin burada da, baxın uşaqlar, burada deməli, natrium sulfat, bir də su alınacaq. Bu, neytrallaşma və mübadilə reaksiyasıdır. Ancaq B variantında isə uşaqlar alınacaq natrium hidroksid. Yəni bir dənə mürəkkəb maddə alınacaq. Ona görə də birləşmə reaksiyası burada B variantı. Daha sonra 14-də həm birləşmə, həm də oksidaşma reduksiya tipli reaksiyanı tapmağımızı istəyir. Biz demişdik ki, oksidaşma reduksiya reaksiyaları əsasən oksidaşma dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalardır. Əgər uşaqlar yadınızda qalsın ki, reaksiya başlanğıc maddələrdən biri bəsit maddədirsə uşaqlar, orada mütləq oksidaşma dərəcəsi dəyişir. Çünki baxın, bəsit maddənin oksidaşma dərəcəsi 0-dır. O özünə bir maddə birləşdirərək, deməli, oksidaşma dərəcəsi arta və ya azala bilər. Yəni, burada oksidaşma reduksiya reaksiyası gedir. Amma baxın, şərtdə bizdən həm də bu reaksiyanın birləşmə olmağını istəyir. Onun üçün gəlin oksidaşmaya baxmamışdan əvvəl birləşmə reaksiyasını tapaq. A variantı da birləşmə deyil, B variantı birləşmədir, bu qalsın. C variantı parçalanmadır, D variantı da birləşmədir, bu da qalsın, Y variantı da birləşmədir. İndi baxaq ki, hansında həm də oksidaşma reduksiya reaksiyası gedir. Uşaqlar, baxın, B variantında 2 dənə mürəkkəb maddəmizdir. Hər ikisində də oksidaşma dərəcələri buradakı ilə dəyişmir. Çünki kalsiyum burada müsbət 2-dir, burada da müsbət 2-dir. Oksigen burada mənfi 2-dir, burada da mənfi 2-dir. Həmçinin hidrogenimiz burada müsbət 1-dir, burada da müsbət 1-dir. Yəni, burada oksidaşma dərəcəsi dəyişmir. D variantında uşaqlar yenə birləşmə reaksiyası 2 dənə mürəkkəb maddənin birləşməsindən oksidaşma reduksiya reaksiyası dəyişməyəcək. Y variantında isə uşaqlar, baxın, bir dənə bəsit maddəmiz var, oksigen. Təbii ki, normal olaraq, əgər burada bir dənə bəsit maddəmiz varsa, onun oksidaşma dərəcəsi 0-dır. Sağda, yəni reaksiya məhsuluna doğru getdikcə oksidaşma dərəcəsi azalacaq. Odur ki, burada doğru cavabımız Y variantı. 15-də də həm parçalanma, həm də oksidaşma reduksiya reaksiyasını istəyir. Bunun üçün gəlin digər variantlarımızı çıxaq, hansılar ki, parçalanma deyil. Burada baxırıq ki, A-dan D-yə qədər olanların hamısı parçalanmadır, Y isə birləşmədir. İndi gəlin baxaq oksidaşma reduksiyaya. Uşaqlar, buradan kalsiyum karbonatdan 2 dənə mürəkkəb maddə alınır və hər ikisində də baxsaq, oksidaşma dərəcələri eynidir. Bunu çıxdıq. C variantında da eynidir. Daha sonra D variantında da eynidir, ancaq A variantında fərqlidir uşaqlar. Ona görə də burada doğru cavab olur A variantı. Deməli, uşaqlar, 16-cı testdə bizdən hər iki tənliyin də mübadilə reaksiyasını olduğu variantı seçməyimiz istəyir. Gəlin baxaq, uşaqlar, məsələn, axırdan başlayaq. Deməli, 4-cüdə, baxın, birinci tənliyimiz mübadilə reaksiyasıdır, ancaq ikinci tənliyimiz isə parçalanmadır. Bizdən hər iki tənliyin də mübadilə olunmasını istəyir. 4-cü səhvdir. Üçüncüdə uşaqlar, birincisi birləşmədir, ikincisi parçalanmadır. Burada mübadilə reaksiyası yoxdur. Y variantında
Məsəl üçün, deməli, bu axırıncı, ikinci tənliyimiz mübadilə reaksiyası olsa da, birinci tənliyimiz parçalanmadır. Çünki bir dənə mürəkkəb maddədən parçalanaraq bir neçə bəsit maddə və ya mürəkkəb maddə əmələ gəlir. Bu da deyil. Ancaq birinci variantımıza baxsaq, uşaqlar, burada natrium xlorun deməli, turşu ilə reaksiyası görürük və natrium xlorun həmçinin duzla, yəni duzun turşu ilə duzun duzla reaksiyası mübadilə reaksiyasıdır. Ona görə burada cavab yalnız 1 D variantı. Deməli, uşaqlar, 17-ci bizdə mübadilə reaksiyasının tənliyini göstərməyimizi istəyir. Mübadilə reaksiyası, deməli, uşaqlar, dediyimiz kimi, baxın, buradakı reaksiyalar kimi biz həmin reaksiyanı axtarmalıyıq. Onun üçün gəlin, ümumiyyətlə, bu testi etməkdə çətinlik çəkirsinizsə, gəlin variantlarla işləyək. Birləşmə, parçalama və ya əvəz etmə reaksiyalarına çıxsa, yerdə qalan reaksiyanı biz mübadilə kimi götürə bilərik. Deməli, baxın, uşaqlar, A variantı parçalanmadır. Çünki bir dənə mürəkkəb maddədən 2 dənə mürəkkəb maddə əmələ gəlir. B variantı əvəz etmədir. Burada sink hidrogeni əvəz eləyir. Bir dənə bəsit bir mürəkkəbdir. C variantı da həmçinin bir bəsit bir mürəkkəb. D variantında da bir bəsit bir mürəkkəb maddə var. Əvəz etmə reaksiyasıdır. E variantında isə uşaqlar nəticə etibarilə su alınır. Bir dənə əsasının, bir dənə turşu reaksiyasından suyun alınması reaksiyası mübadilə reaksiyasıdır. İndi uşaqlar 18-də bizdən artıq reaksiyanın özümüz reaksiya məhsullarını tapmalıyıq. Gəlin belə eləyək uşaqlar. Əgər tapmaqda çətinlik çəkiriksə, məsələn, gəlin baxaq. A variantında bir dənə bəsit, bir dənə mürəkkəbdirsə, bilməliyik ki, bu əvəz etmə reaksiyasıdır. C variantı da əvəz etmədir. Baxın, burada 2 dənə bəsit maddə var. 2 dənə bəsit maddə sözsüz ki, birləşərək bir dənə mürəkkəb maddə əmələ gətirəcək. O da birləşmə reaksiyasıdır. Həmçinin uşaqlar, burada B variantında baxın. Burada natriumla sulfat, hidroksid qrupu ilə də hidrogen reaksiyaya girəcək. Burada su alınacaq və natrium SO4 alınacaq. Bu mübadilə reaksiyasıdır uşaqlar. Burada doğru cavab B variantıdır. E variantında isə burada alınacaq, deməli E variantında alınacaq, deməli NH4 flor. Belə bir deməli belə bir reaksiya məhsulu alınacaq. Birləşmə reaksiyasıdır. 2 dənə mürəkkəb maddə birləşərək bir dənə bütöv mürəkkəb maddə əmələ gətirir. Bizdən də mübadiləsi istəyirdi. Doğru cavab B variantı. 19-cu uşaqlar necə həll edirik? Deməli, bizə reaksiya mərhələlərini ardıcıl şəkildə verib. Məsələn, gümüş nitratın üzərinə mis gələrək alınır misin O3. Bu reaksiyanın deməli tipini bizdən tapmağımızı istəyir. Ümumiyyətlə, hansı mərhələdə mübadilə reaksiyası var, onu tapmalıyıq. Onun üçün də gəlin hər birinin tipini aydınlaşdıraq. Deməli, baxın, bir dənə bəsit maddə, bir dənə mürəkkəb maddədən, bir dənə mürəkkəb maddə əmələ gəlib. Yəni, buradan mis nitratın əmələ gəlməsi üçün gərək ki, mis burada gümüşü sıxışdırıb çıxartsın da, elə deyilmi? Ona görə də bu olur mübadilə reaksiyası, əvəz etmə reaksiyası. Deməli, mübadilə reaksiyası deyil birinci. İndi gəlin baxaq, mis nitrat bizdə buradan, mis oksidi alınır mis nitratdan. Deməli, mis nitrat burada parçalanıb. Parçalanaraq mis oksidi əmələ gəlir. Bu parçalanma reaksiyasıdır. Daha sonra uşaqlar, baxın, mis oksidlə hidrogen klorid reaksiyaya girərək mis klorid əmələ gəlir. Bu mübadilə reaksiyasıdır. Yəni, nəticədə mis klorid və su əmələ gəlir. Yəni, mislə klor reaksiyaya girir, hidrogenlə də oksigen. Daha sonra əmələ gələn mis xlorun da üzərinə sink gəlir, alınır sink xloru. Deməli, biri bəsit mürəkkəbdirsə, burada əvəz etmə reaksiyası gedir. Deməli, 4 də əvəz etmə reaksiyasıdır. Həmçinin 5 də əvəz etmədir. Çünki üzərinə maqnezium gələrək sink xloridin, maqnezium sinki sıxışdırıb çıxardır, alınır maqnezium xlorid. Burada da əvəz etmə reaksiyasıdır. Deməli, hansı mərhələ mübadilə reaksiyasıdır? E variantı, 3-cü mərhələ. 20-də də hansının parçalanma reaksiyası olduğunu təyin etməyimizi istəyir. Yenə tez-tez deyək keçək. Deməli, misin üzərinə gümüş nitrat gələndə bir dənə bəsit, bir dənə mürəkkəb olur əvəz etmə. Burada 2 parçalanmadır. Əslində doğru cavabımız budur. Mis nitrat parçalanaraq mis oksid əmələ gətirir. Çünki baxın, burada ox işarəsinin üzərində heç bir maddə təyin olunmayıb. Ona görə də temperatur verirsə, o deməkdir ki, yəni müəyyən bir temperatur altında parçalanma reaksiyası gedir. Üçüncüdə yenə bir maddəmiz var üzərində, yəni bir dənə mürəkkəb reaksiya gedir. Burada parçalanma ola bilməz. Parçalanmada yalnız başlanğıc maddələrdən biri bir dənə mürəkkəb maddə olmalıdır. Burada yenə bəsitlə mürəkkəb reaksiyaya girir, əvəz etmə reaksiyasıdır, bu da əvəz etmə reaksiyasıdır. Deməli, yalnız burada 2 parçalanma reaksiyasıdır, D variantı. Yenə 21-də birləşmə reaksiyasını tapmağımızı istəyir uşaqlar. Gəlin ayrı-ayrılıqda bu reaksiya məhsullarımıza baxaq. Deməli, burada uşaqlar alınacaq sink klorid və deməli, hidrogen. Bu birinci. Sink klorid və hidrogen. Daha sonra demək, B variantında alınacaq kalsium hidroksid. D variantında dəmir misi çıxışdırıb çıxardacaq. Alınacaq dəmir klorid və mis.
Daha sonra uşaqlar C variantında deməli əslində burada birləşmə reaksiyası B variantıdır. Çünki burada 2 dənə mürəkkəb maddə reaksiyaya girir. Natriumlu xlorid, hidrogenlə də hidroksid qrupu reaksiyaya girir. Nəticədə su alınır. Bu deməli mübadilə reaksiyasıdır. Y də mübadilə reaksiyasıdır. Burada A əvəz etmə oldu, D də əvəz etmə oldu. Yalnız B variantı birləşmədir. 22-dən reaksiyanın tipini tapmamızı istəyir. Burada birləşmə reaksiyası NH4 xlorid alınır. Yuxarıda da bu reaksiyanın deməli məhsulunu yazmışdım mən. 23-də deməli sinkin duru sulfat turşusu ilə reaksiyasından biri bəsit, biri mürəkkəb maddədir. Ona görə reaksiyanın tipi əvəz etmədir. İstəyir. Burada bizdən uşaqlar deməli 2 dənə bəsit, bir dənə mürəkkəb maddə görürük. Nəticə etibarilə bu reaksiyadan alınacaq deməli dəmir 2 hidroksid. Və bir dənə mürəkkəb maddə alındığı üçün bu reaksiyamız olur birləşmə reaksiyası. 25-də də uşaqlar deməli görürük ki, 2 dənə mürəkkəb, bir dənə bəsit maddə reaksiyaya girir və burada bu reaksiyanın da məhsulu olur dəmir deməli 3 hidroksid. Yenə də nəticə etibarilə bir dənə mürəkkəb maddə əmələ gəlir, ona görə bu reaksiya olur birləşmə reaksiyası. 26-da uşaqlar yenə görürük 2 dənə bəsit maddədən bir dənə mürəkkəb maddə əmələ gəlir, bu da olur birləşmə. 27-də deməli reaksiya tənliyini tamamlamamızı və əmsallaşdırmamızı və həmçinin bu əmsalların cəmini hesablamamızı istəyir. Gəlin baxaq. Uşaqlar, bu reaksiyada deməli sinklə xlorid, hidrogenlə də oksigen reaksiyaya girəcək. Sink 2 valentli olduğu üçün bu şəkildə reaksiyaya girir və üzərinə də gəlirik suyu H2O. Deməli, görürük ki, uşaqlar reaksiyanın sağında 2 deməli atom xlor, 2 atom da hidrogen var. Ancaq solda 1 atom hidrogen, 1 atom və xlordur. Ona görə də bura bir 2 yazırıq ki, əmsalımız tamamlansın. Ancaq zink və oksigen də öz növbəsində 1 atomdur. Deməli, əmsallaşdırdıqdan sonra bu əmsalların, bütün əmsalların cəmini hesablamamızı istəyir. Gəlin baxaq. Deməli, zink oksiddə 1-dir. Zink oksid 1 moldur. Yəni əmsalı 1-dir. Hidrogen xloridin əmsalı 2-dir. Üzərinə gəlirik sink xloridin əmsalı 1-dir. Üzərinə də gəlirik suyun əmsalı 1-dir. Deməli, bunları topladıqda bizə cavab eləyir 5. A variantı. 8-də homogen reaksiyanı göstərməyimizi istəyir uşaqlar. Deməli, homogen reaksiyada dedik ki, reaksiyaya girən maddələr eyni aqreqat hallarında olmalıdır. Məsələn, A variantında biri bərkdir, biri qazdır. Deməli, bu homogen deyil. B variantında biri bərkdir, biri mayedir. C variantında daha doğrusu. B variantında biri bərkdir, biri qazdır. D variantında biri bərkdir, biri qazdır. Y variantında isə hər ikisi də qazdır uşaqlar. Baxın, hər ikisi də azotda, oksigen də aşağıda da göstərilir ki, qazdır. Deməli, homogen reaksiyadır. Uşaqlar heterogen reaksiyanı tapmamızı istəyir. Deməli, hər ikisi də fərqli fazalardan olmalıdır. Yəni, fərqli aqreqat hallarında olmalıdır. Burada doğru cavab olur A variantı. Niyə görə uşaqlar? Çünki sink bərk haldadır uşaqlar. Baxın, hidrogen xlorid isə mayedir. Bərklə mayenin reaksiyasından deməli, bu reaksiya olur heterogen. Məsələn, baxaq digər variantlara. B variantında ikisi də qazdır. C-də də ikisi də qazdır. D-də ikisi qazdır. Y variantında da qazlardır. Yəni, bunların digər variantlarımız homogendir A variantından başqa. 30-da uşaqlar qısa reaksiya təsviri verilib. Yəni, sanki AB maddəsinin CD maddəsi ilə reaksiyasından AD və CB alınıb. Yəni, AD alınması üçün deməli, kənardakılar, bir də ortadakılar reaksiyaya girir. Bu tipdə reaksiyaya uyğun gələn reaksiya tənliyini tapmalıyıq. Yəni, baxın, AB-dir. AB mürəkkəbdir, CD mürəkkəbdir. Yəni, A da B də hər hansı bir atomdur. Gəlin baxaq. Deməli, uşaqlar, A-da baxın A variantında. Bu deyilən, deməli, bu sxema uyğun deyil. Çünki A-da deməli, sink bəsit maddədir. B-də də bəsit maddə var, C-də də bəsit maddə var. Həmçinin D-də parçalanmada bir dənə mürəkkəbdən müxtəlif bəsit maddələr və mürəkkəb maddələr əmələ gəlir. Burada isə deyir ki, 2 dənə mürəkkəb maddənin reaksiyasını göstər. Ancaq Y variantında uşaqlar, baxın, natrium xlorla gümüş nitrat, deməli, ikisi də mürəkkəb maddədir. Həmçinin burada natriumla nitrat reaksiyaya girir. Yəni, kənardakılar A-la D reaksiyaya girib əmələ gəlir natrium nitratı və deməli, gümüşlə xlor da reaksiyaya girir. Yəni, ortadakılar B-lə C reaksiyaya girib alınır gümüş, xlor. Neytrallaşma reaksiyası əsasən əsasla turşu arasında gedir. Bunu bilməli olaraq yadınızda saxlayın. Əsasımız nə idi? Natrium hidroksid və yaxud da digər hidroksidli maddələrimiz, yəni OH olan element birləşmələrimiz. Baxın, A variantında duzla turşunun reaksiyası. Bu mübadilə reaksiyası uşaqlar, neytrallaşma reaksiyası deyil.
C variantı da neytrallaşma deyil. Deməli, B variantı da neytrallaşma deyil, Y variantı da. Ancaq D variantında isə uşaqlar, baxın, natrium hidroksid, yəni bildiyimiz hidroksiddən turşunun reaksiyası. Y variantında maqnezium klorid, duz idi. Bizə turşu lazımdır. Ona görə doğru cavab D variantı. 32-də uşaqlar hansı reaksiya əvəz etmə reaksiyasına aid deyil? Bunu istəyir. Deməli, əvəz etmə reaksiyası nə idi? Bir bəsit, bir mürəkkəb. Baxın, A variantı biri bəsit, biri mürəkkəb, C-də biri bəsit, biri mürəkkəb, D-də biri bəsit, biri mürəkkəbdir. Həmçinin Y variantında da biri bəsit, biri mürəkkəbdir. Ancaq B variantında isə 2 dənə mürəkkəb maddəmiz var. Yəni bu əvəz etmə reaksiyası ola bilməz. Burada alınır, deməli, sulfat turşusu. Bir bütöv mürəkkəb maddə əmələ gəlir. Bu birləşmə reaksiyasıdır. 33-də uşaqlar hansı reaksiya birləşmə reaksiyasına aid deyil? Onu tapmamızı istəyir. Deməli, gəlin axırdan başlayaq. Deməli, Y variantında birləşmə reaksiyası gedir. Daha sonra A variantı da birləşmədir, C variantı da, D variantı da birləşmədir. Burada B variantı birləşmə deyil. Çünki buradan natrium hidroksid, bir də hidrogen alınır. 2 dənə mürəkkəb və bəsit fərqli maddələr əmələ gəlir. 34-də əvəz etmə reaksiyasını göstərməyimizi istəyir. Uşaqlar, əvəz etmənin dediyi biri bəsit, biri mürəkkəb olmalıdır. Baxın, A-da ikisi də mürəkkəbdir, B-də də ikisi mürəkkəbdir, D-də də ikisi mürəkkəbdir. Y variantında da deməli ikisi bəsitdir, yəni bəsit olsa da biri mürəkkəb olmalı idi. C variantında isə uşaqlar, baxın, biri bəsitdir, biri mürəkkəbdir. Deməli, bu reaksiya əvəz etmə reaksiyasıdır. 35-də hansı, deməli, mərhələ birləşmə reaksiyasıdır, onu istəyir tapaq. Deməli, gəlin baxaq. Deməli, biri bəsit, biri mürəkkəb reaksiyadan heç vaxt birləşmə reaksiyası əmələ gələ bilməz uşaqlar. Bunu bilməli olaraq yadınızda saxlayın. Bu olur əvəz etmə reaksiyası. Daha sonra alınan mis nitrat yenə bəsit maddə ilə reaksiyaya girir. Yəni, bir dənə mürəkkəb maddə, bir bəsit maddə ilə reaksiyaya girir. Bu olur əvəz etmə reaksiyası. Əmələ gələn, deməli, dəmir nitrat natrium hidroksidə reaksiya gedir, mübadilə reaksiyası gedir, birləşmə reaksiyası getmir. Burada natrium nitrat, bir də dəmir hidroksid alınır və baxın, dəmir hidroksid alınıb həmin o 3-cü mərhələdəki reaksiyadan. Sonra dəmir hidroksid hidrogen peroksidlə reaksiyaya girir. Baxın, uşaqlar, bir dənə mürəkkəb maddə əmələ gəlir. Dəmir 3 hidroksid. Deməli, dəmir 2 hidroksidin üzərinə hidrogen peroksid gəldiyimiz zaman dəmir 3 hidroksid alınır. Deməli, bu birləşmə reaksiyasıdır. Ancaq 5-də birləşmə reaksiyası deyil. Baxın, oxun üzərində içinə göstərilməyib. Bayaq da qeyd etmişdim. Əgər üzərində içinə yoxsa, deməli, bu parçalanma reaksiyasıdır. Parçalanaraq su alınır və dəmir 3 oksid alınır. Bizə birləşmə reaksiyasını istəyirdi. Bu da demək, Y variantı 4-cü mərhələ. 36-dan yenə deyir ki, reaksiyalar üçün ümumi olan nədir? Gəlin baxaq. Burada artıq variantlarla işləməliyik. Bizə deməli müvafiq reaksiyalar verilib. Gəlin baxaq. Deyir ki, bütün reaksiya məhsullarının aqreqat halı. Baxın, aqreqat halları eyni ola bilməz uşaqlar. Çünki baxın, kalsium karbonat bəlkə haldadır. Daha sonra bu bəlkə də bu qazdır. Tamamilə fərqli aqreqat hallarındadır. Deməli, A variantı ümumi olan deyil. B variantı kimyəvi reaksiyanın tipi. Yəni, gəlin baxın, bu reaksiyalar görək nə tipdədir. Baxın, A variantı birinci mərhələdə deməli parçalanma reaksiyasıdır, 3-cü mərhələdə parçalanma reaksiyası. Amma bu ortadakı mərhələdə isə bu parçalanma reaksiyası deyil uşaqlar. Bu yanma reaksiyasıdır. Ona görə də reaksiyanın tipi də eyni deyil. Daha sonra reaksiya məhsullarının oksidlər olması. Gəlin baxaq. Bu variant doğru variantı. Niyə görə uşaqlar? Oksidlərimiz nə idi? Biri bəsit, biri mürəkkəb. Biri deməli oksigen olmaqla 2 elementdən ibarət olan mürəkkəb maddələrimiz deməli oksidlərimiz idi. Baxın, burada mis oksidi alınır, burada su alınır, burada karbon qazı alınır. Yəni hər birində 2 dənə elementi və onlardan biri oksigendir. Həmçinin ikincidə də deməli karbon qazı, su alınır. Burada da kalsium oksid, bir də deməli karbon qazı alınır. Yəni hər biri burada oksiddir. Ona görə də deməli burada olur C variantı doğru. Daha sonra D-də ümumi, baxın, D variantına baxın. Deyir, reaksiyanın adi şəraitdə getməsi. Reaksiya adi şəraitdə getməsi üçün ox işarəsində temperaturun göstərilməsi lazım deyildir. Yəni, adi şəraitdə getməsi o zaman olardı ki, bu ox işarəsinin üzərində heç nə yazılmasın. Yəni, temperatur sabit olsun, müəyyən bir şərait olsun. Adi şərait dediyimiz həmin şərait olsun. Temperatur olmasa onun müxtəlif şəraitdə, yəni müxtəlif temperaturda bu reaksiyanın getdiyini göstərir. Deməli, 37-yə baxaq uşaqlar, əvəz etmə reaksiyası olmayanı istəyir. Yəni, əvəz etmə nə idi? Biri bəsit, biri mürəkkəb. A variantında biri bəsit, biri mürəkkəbdir. Daha sonra, baxın, B variantı biri bəsit, biri mürəkkəb, C-də biri bəsit, biri mürəkkəb, Y-də biri bəsit, biri mürəkkəb. Amma D variantında hər ikisi də mürəkkəbdir və nəticə etibarilə deməli, birləşmə reaksiyası ilə bir dənə bütöv mürəkkəb maddə əmələ gəlir. 38-ə baxaq, heterogen reaksiyanı istəyir. Yəni, reaksiyaya girən maddələrimiz fərqli aqreqat hallarında olsun. A-da hər ikisi də qazdır, B-də ikisi də qazdır, C-də də qazdır, Y-də də qazdır hər ikisi. D variantında karbon bərkdir, oksigen də burada qazdır.
Yəni ikisi də fərqli aqreqat hallarındadır, fərqli fazalardadır. 39-da hansı mərhələlərdə əvəzetmə reaksiyası baş verir, onu tapmamız istəyir. Gəlin baxaq. Deməli, uşaqlar, mis oksid üzərinə deməli, misin üzərinə oksigen gələndə alınır mis oksid. Bu birləşmə reaksiyasıdır. Burada baxın, həmin o mürəkkəb maddə bir dənə hidrogenlə reaksiyaya girərək hidrogen orada mis çıxardır. Deməli, bir dənə bəsit, bir dənə mürəkkəbdən olur əvəzetmə. Daha sonra alınan buradakı mis xlorla reaksiyaya girərək alınır mis xloru. Yəni hər ikisi də bəsitdir. Burada da əvəzetmə reaksiyası getmir. Deməli 1 ilə 3 birləşmə reaksiyaları oldu uşaqlar, ancaq ikinci isə yalnız 2 isə oldu əvəzetmə. 40-da birləşmə reaksiyasını istəyir. Gəlin baxaq. Deməli sinkin üzərinə oksigen gələndə alınır sink oksid. Bu birləşmə reaksiyasıdır. Daha sonra sink oksidin üzərinə hidrogen gəldiyimiz zaman baxırıq ki, sink oksid mürəkkəbdir, hidrogen bəsitdir. Bir mürəkkəb, bir bəsit maddənin reaksiyasından, deməli, əvəz etmə reaksiyasıdır və nəticədə sink alınır. Bu əvəz etmədir, bu doğru, deməli, mərhələ deyil. Alınan bu sink isə yenidən xlorla reaksiyaya girir, alınır sink xloru, yəni bir dənə mürəkkəb maddə əmələ gəlir. Ona görə də, deməli, burada birləşmə reaksiyası olan mərhələlər 1 ilə 3 E variantı. 41-də istəyir ki, hansı variantdasa hər iki reaksiya birləşmə reaksiyası olsun. Gəlin baxaq. Deməli, uşaqlar, burada əslində doğru cavabımız A variantıdır. Mən istəyirəm ki, deməli, aşağılardan başlayaq. Deməli, E variantında uşaqlar, baxın, buradakı birinci reaksiya bir dənə mürəkkəb maddədən bir dənə mürəkkəb maddə alınır. Okey, bu birləşmə reaksiyasıdır. Amma ikinci mərhələdəki reaksiyası birləşmə deyil. Çünki baxın, bir dənə bütöv maddə əmələ gəlmir. Yanında bir dənə də mürəkkəb maddə var. Deməli, bu səhvdir. B variantı da səhvdir. Niyə görə uşaqlar? Çünki yəni reaksiya məhsullarına baxsaq, reaksiya məhsullarında birdən çox maddə var. C variantında da burada bir dənə maddəmiz olsa da, burada birdən çox maddə var. B variantında da deməli bir dənə mürəkkəb maddəmiz var. Okey, bu birləşmə ola bilər, ancaq bu birləşmə deyil. Çünki biri bəsit, biri mürəkkəbdir reaksiya məhsulunun başlanğıc maddələr. Və nəticə etibarilə də bir dənə mürəkkəb maddə əmələ gəlmir. Bir neçə mürəkkəb və ya bəsit maddə əmələ gəlir. A variantına uşaqlar nəzər salsa, baxın. Burada 2 dənə mürəkkəb maddədən bir dənə mürəkkəb maddə əmələ gəlir. Burada isə bir mürəkkəb, bir bəsit maddədən bir dənə mürəkkəb maddə. Yəni hər iki reaksiya məhsulu da mürəkkəb maddədir və bir dənədir. Ona görə də birləşmə reaksiyasıdır. 42-də reaksiyanın tiplərini istəyir. Deməli, gəlin baxaq uşaqlar. Deməli, birinci reaksiyamızın məhsulu olacaq, deməli, dəmir 2 hidroksid. Bu reaksiyamızdan alınacaq. Deməli, bu reaksiyadan alınacaq, deməli, natrium klorid və kalsium karbonat. Bu reaksiyadan isə alınacaq silisium və deməli, karbon qazı. Gəlin, indi baxaq, reaksiya məhsullarımızı yazdıq. Buna görə biz reaksiyanın tipini tapmalıyıq. Deməli, birləşmə reaksiyası. Birləşmə reaksiyasına yalnız uyğun gələn variant birinci variantdır. Deməli, əslində burada elə doğru cavabımız C variantıdır. İndi gəlin baxaq. Deməli, əvəz etmə reaksiyası burada 2 ilə 4-də əvəz etmə. Baxaq, həqiqətən də doğrudur. 3 isə burada mübadilədir. Deməli, reaksiyamızın tipi C variantına uyğun gəldi. Burada da yenə reaksiya məhsullarımızı tapıb, hansı deməli, varianta uyğun gəldiyini tapmamızı istəyir. Deməli, uşaqlar, birinci əvəz etmə reaksiyası. Çünki biri bəsit, biri mürəkkəbdir. Burada da biri bəsit, biri mürəkkəb. Deməli, 1 ilə 2 əvəz etmə reaksiyasıdır. Baxırıq ki, yalnız C variantında 1 ilə 2 olan variant var. Birləşmə reaksiyasına 4 uyğun gəlir. Həqiqətən də kalium oksidin üzərinə, deməli, fosfor 5 oksid gələndə alınır kalium ortofosfat. Yəni, bir dənə mürəkkəb maddə əmələ gəlir. Üçüncü də həmçinin, deməli, əsasla duzun reaksiyasından mübadilə reaksiyası baş verir. Və 44-də hansı maddələrin qarşılıqlı təsiri əvəz etmə reaksiyasına aiddir? Deməli, burada biz hər ikisinin də, deməli, buradakı, deməli, başlanğıc maddələrdən biri bəsit, biri mürəkkəb olmalıdır. Onu tapmalıyıq. Deməli, axırdan başlayaq. Hidrogen və oksigen. Hidrogen bəsitdir, oksigen də bəsitdir. Əvəz etmə ola bilməz. Biri bəsit, biri mürəkkəb olmalıdır. D variantda dəmir xlorid, yəni 2 dənə elementdir. Burada da natrium hidroksid 2 dənə elementdir. İkisinin də reaksiyasından, yəni bu da mürəkkəbdir, bu da mürəkkəbdir. Əvəz etmə ola bilməz. Daha sonra C variantında dəmirlə kükürdün reaksiyası. Dəmir də bəsitdir, kükürd də bəsitdir. Ola bilməz. B variantında mis oksid və hidrogen sulfat turşusu. Deməli, burada da ikisi mürəkkəbdir, bu da ola bilməz. Ancaq A variantında uşaqlar, baxın, dəmir bəsit maddədir.
Mis xlorid isə mürəkkəb. Deməli, bəsidlə mürəkkəb maddənin gəlin şifahi şəkildə də yazım reaksiyanı görün. Dəmirin üzərinə gəlirik mis xlorid, yəni mis 2 xlorid və alınır, deməli, buradan uşaqlar. Alınır, deməli, dəmir xlorid və mis. Bu şəkildə gedir reaksiya. Yəni A variantı burada doğru cavab olacaq. 45-də uşaqlar deyir ki, hansı maddələrin qarşılıqlı təsirindən mübadilə reaksiyası gedir? Gəlin baxaq. Mübadilə reaksiyasında əsasən 2 mürəkkəb maddəni biz nəzərdən keçirdirik. 2 dənə əsas mürəkkəb maddəmiz olmalıdır. Deməli, baxın, sink ilə oksigen. Sink də bəsitdir, oksigen də bəsitdir, ola bilməz. B variantında maqnezium bəsitdir, ola bilməz. C variantında sink bəsitdir, ola bilməz. Çünki dediyi mübadilədə mürəkkəb olmalıdır. Reaksiya girən maddələr. B variantında alüminium deməli bəsitdir. D variantında isə uşaqlar deməli mis oksid mürəkkəbdir. Hidrogen xlorid turşusu da deməli mürəkkəbdir. Ona görə də burada mübadilə reaksiyası gedir. Daha sonra uşaqlar mübadilə reaksiyasını müəyyən etməyimizi istəyir. Deməli burada biz nəyə baxmalıyıq? Baxın, birincidə gəlin reaksiya maddələr, hansı maddələr alınır, onları yazın. Deməli, nitratla hidrogen xloridin reaksiyasından alınır amonium xlorid. Yəni birləşmə reaksiyası. Buradan alınır, bu reaksiyanın buradan yazın, alınır maqnezium sulfat. Buradan biri bəsit, biri mürəkkəb olduğu üçün alınır, deməli, alüminium. Deməli, alüminium SO4 3 və üzərinə gəlinsin hidrogen. Yəni, bu reaksiyamızın tənliyi budur. Yəni, biri bəsit, biri mürəkkəb maddə reaksiya girir, alınır belə bir maddə. Ancaq 3 ilə 5-də isə uşaqlar mübadilə reaksiyası gedir. Çünki burada natriumla xlorid, buradan da hidrogenlə OH reaksiya girir, alınır su. Burada da deməli barium SO4 və mis xlorid alınır. Yəni, hər iki mürəkkəb maddənin reaksiyası mübadilə reaksiyasıdır. Burada olur 3-5 doğru cavab. Dedik ki, deməli, 1-də birləşmədir, 2-də birləşmədir, 4-də də əvəz etmədir. Biri bəsitdir, biri mürəkkəbdir. Heterogen reaksiyaları göstərin. Gəlin baxaq, heterogen reaksiya nə idi? 2 dənə fərqli fazalar olsun, yəni 2 fərqli aqreqat halında maddələrimiz olsun. Gəlin baxaq. Deməli, birincidə hidrogen qazdır, xlor qazdır, əmələ gələn maddə də qazdır. Bu, homogendir uşaqlar, heterogen deyil. İkincidə karbon monoksid, yəni dəm qazımız qazdır, oksigen qazdır, əmələ gəlir karbon qazı, bu da qazdır. Bu da deyil. Üçüncüyə baxaq. Silisium bərkdir, oksigen qazdır, silisium oksid bərkdir. Biri bərkdir, biri qazdır. İkisi də fərqli fazalardadır. Deməli, bu doğru cavabdır. 4 də doğrudur. Çünki, deməli, karbon bərkdir, hidrogen qazdır, əmələ gəlir qaz. Yəni, bir bərk, bir qaz. İki fərqli aqreqat halları. Burada oldu. Deməli, oldu doğru cavabımız 3 ilə 4. 48-ci sualda deyir ki, neytrallaşma reaksiyasını müəyyən edin. Mərkəzdə də natrium hidroksid verilib. Yəni, natrium hidroksidin dəmir xloridlə, daha sonra zink nitratla, H2S-lə və H2SO4-lə reaksiyalarından hansından neytrallaşma reaksiyası alına bilər, onu təyin etməyimizi istəyir. Birmənalı olaraq bilməliyik ki, uşaqlar, baxın, bura yazmışam. Deməli, neytrallaşma reaksiyası əsasla turşu arasında gedir. Yəni, mərkəzdəki bizim əsasımızdır, natrium hidroksid əsasdır və digər bir maddəmizin də turşu olması lazımdır. Gəlin, baxaq. Baxın, bir də dəmir, deməli, xlorid turşu deyil, duzdur. Buradan zink nitrat duzdur. H2S sulfidimizdir bizim. H2SO4 də bizim turşumuzdur. Deməli, 2 ilə 3-də uşaqlar neytrallaşma reaksiyası gedəcək. 49-da yenə eyni qayda ilə əsasla turşunun reaksiyasını istəyir. Dəmir xlorid burada bizim duzumuzdur. Mis SO4 bizim duzumuzdur. Ancaq nitrat turşusu və sulfat turşusu, yəni 3 ilə 4-ümüz isə bizim turşularımızdır. Yəni 3 ilə 4 ilə gedən, aralarında gedən reaksiya neytrallaşma reaksiyası olacaq. 50-yə baxaq uşaqlar. 50-də də deməli, bu birinci, ikinci, üçüncüyə bu variantlardan hansılar uyğun gəlir, onları tapmamızı istəyib. Gəlin baxaq. Deməli, A variantında uşaqlar, kalium hidroksidin üzərinə hidrogen xlorid gəlinib, alınıb kalium xlorid və su. Əgər su çıxırsa, deməli, mübadilə reaksiyası gedir. A, burada mübadilə reaksiyası. Daha sonra B-yə baxaq, deyir, kalsium karbonat parçalanaraq kalsium oksid və karbon qazı alınıb parçalanma reaksiyasıdır. Daha sonra C variantı da parçalanmadır. Bura yazırıq, deməli. Həmçinin C də bura aiddir.
Daha sonra D variantında deməli dəmir oksidinin üzərinə hidrogen xlorid gəlib, alınıb yenə su və duz. Bu da deməli mübadilə reaksiyasıdır. Bir də E variantında isə deməli azot oksidinin üzərinə oksigen gəlinib, alınıb bir dənə mürəkkəb maddə. Yəni bu da bizim deməli birləşmə reaksiyamızdır. Və variantlar bu şəkildə olacaq 50-ci test nümunəsində.